Salam dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Futbol camiəsində gündəm çalxalanır. Transfer xəbərləri, ayrılıq xəbərləri, eyni zamanda Avrokuboklar və Dünya çempionatından bir sıra xəbərlər var. Ümumiyyətlə futbol camiəsindən olduqca maraqlı xəbərləri gətirmişəm. Sona qədər izləməyi tövsiyə edirəm. İzləməsəz peşman olarsınız deyə düşünürəm. Kanala abunə olun, bildirişləri açıq tutun. Videonu bəyənsəz minnətdar olaram. Zəhmətimizə dəyər vermiş olarsınız. Və şərhlər bölümündə dəyərli fikirlərinizi yazın. Çünki sizin fikirləriniz bizlər üçün maraqlıdır. Mən isə məlumatlara keçid alım. Dəyərli izləyicilər, bildiyiniz kimi Mirəli balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Çox təəssüf ki, belə bir vəziyyətdə müraciət etmək məcburiyyətindəyik, amma dəstək olan demək olar ki, yoxdur. Yəni, az saylı 1-2 nəfər dəstək olursa, yenə də Allah razı olsun hər birindən və dəstək olan olmayan, Allah heç kimə belə çətinlik qismət eləməsin. Ümid edirəm ki, məni tək qoymayacaqsınız, anlayış göstərib dəstəyinizi göstərəcəksiniz. Mən isə məlumatlara keçid alım. Dəyərli izləyicilər, xəbər verdik bir qədər öncə. Transfer xəbərləri, ayrılıq xəbərləri və futbol camiəsində baş verən digər maraqlı hadisələri sizin nəzərinizə çatdıracağıq. İstəyirəm elə hal-hazırda ekranda Qarabağ komandasının logosu var. Qarabağ komandası haqqında danışım. Belə ki, rəhbərlik növbəti dəfə transfer büdcəsinə artırma edib və deməli, yeni transferlərin edilməsi məqsədi ilə əlavə olaraq 5 milyon manat da ayrılıb. Bu rəqəmin bir qədər də böyüməsi gözlənilir. Hər şey Qurban Qurbanovun verəcəyi qərardan asılıdır. Baş məşqçinin bəyənəcəyi futbolçuların sayı çox olarsa, rəhbərlik ona dəstəyini nümayiş etdirəcək. Bir sözlə, yönetim təcrübəli mütəxəssisə büdcə baxımından yaşıl işıq yandırıb verilən məlumatda deyilir. Hər halda görəcəyik yaxın zamanlarda, çünki ötən mövsüm Qarabağ komandasının transfer siyasəti azarkeşləri kifayət qədər narazı salmışdı və komandada bəlkə də bugün ölkə çempionluğunun əldən getməsinin və kubokunda hardasa qazanılıb-qazanılmayacağının şübhə altına düşməsi bəlkə də ötən mövsüm yaxşı transferlərin, çox sayılı transferlərin olunmaması və heyətin geniş tutulmaması ilə bağlı idi. Ümid edək ki, bu mövsüm azarkeşlər gözlədiklərini görəcəklər. Hər halda mən də buradan Tahir Gözələ və Qurban Qurbanova səslənirəm ki, komandanı gücləndirmək lazımdır və Qarabağla Sabah arasında, Neftçi arasında, eyni zamanda digər klublar Turan Tovuz, Zirə və yaxud Araz Naxçıvan, digər klublarımız da artıq çempionatda gərgin mübarizəyə qoşulurlar və ona görə də Qarabağ azarkeşlər adından bir daha transfer etməyə çağırış edirəm. Siz də əgər Qarabağ komandasının transfer etməsini istəyirsinizsə, videonu bəyənin ki, o video onların qarşısına çıxsın. Mən isə məlumatlara keçid alım. Belə ki, dəyərli dostlar, Qarabağ komandası Simiçi transfer etmək istəyir. Bu barədə sizlərə qısa olaraq məlumat vermişdik. Aldığımız məlumata görə Qarabağ komandası artıq Simiç ilə bağlı hərəkətə keçib. Qeyd edim ki, Simiç hal-hazırda Türkiyənin Sivasspor komandasına məxsusdur və 2027-ci ilin yayına qədər müqaviləsi var Türkiyə təmsilçisi ilə. Amma icarə əsasında sabahda çıxış edir. Yayda təqribən ay yarım sonra icarə müqaviləsi başa satır Sabah komandası ilə. Sabah komandası da Simiçi öz heyətində saxlamaq istəyir və bir dəfəlik transfer etmək istəyir. Eyni zamanda Qarabağ komandası da onu Sivasspordan almaqla həm Sabaha bir qədər zəiflətmiş olacaq, həm də öz heyətini gücləndirmiş olacaq. Bilmirəm nə qədər düz hərəkətdir bu. Hər halda Simiç Azərbaycan Premyer Liqasında Joylens Mikelsdən, komanda yoldaşından geridə qalır sadəcə. Digər bütün futbolçuları bombardilik siyasında geridə qoyur.
11 qol vurub, səhv eləmirəmsə, bu günə qədər Premyer Liqada və ikinci pillədə qərarlaşıb. Dəyərli dostlar, Qarabağ komandasında bilirsiniz, sol cinahda Addayının, Abdullazubirin getmək məsələsi gündəmdədir. Onunla bağlı artıq Qarabağ komandası sol cinahçının çoxsaylı futbolçuları danışıqlar aparır ki, onlardan biri ilə artıq razılığın əldə olunduğu bildirilir ki, daha əvvəl bu futbolçuyla danışıqların getdiyi ilə bağlı sizləri məlumatlandırmışdır. Bəli, Jali Muaddibdən söhbət gedir, hansı ki, bu futbolçu ilə uzun müddətli ki, Qarabağ komandası danışıqlar aparır və ilkin razılaşma əldə olunub. Artıq bu futbolçunun təqribən bir ay sonra, ay yarım sonra Qarabağın düşərgəsinə qoşulacağı gözlənilir. Bunu da sizin nəzərinizə çatdırım. Aldığımız məlumat o yöndədir ki, artıq futbolçu ilə konkret razılıq əldə olunub və əgər son anda hər hansı bir problem çıxmasa, bu futbolçunu Qarabağın artıq futbolçusu adlandıra bilərik. Gözləyək görək Jali Muaddib Bakıya haçan qədəm qoyur, qədəmləri xoş olsun. Bu arada bu futbolçu 19 yaşlardan ibarət Fransa millisində də çıxış etmiş bir futbolçudur. Yəni kifayət qədər belə deyək, seçilmiş futbolçudur. Elə Abdullazubir də Fransadan gəlib, yəni Fransa təcrübəsi var. Ona görə də bu futbolçunun belə deyək, bəlkə də Abdullazubiri əvəz edə biləcəyini düşünmək olar. Qarabağın müdafiə xəttində bilirsiniz, ciddi problemlər var ki, bunlardan xüsusilə də qeyd etmək istədiyim mərkəz müdafiə xəttidir ki, burada Bəhlul Mustafazadənin zədələnməsi, Sami İmaminin sözə baxmaması, cərimələnməsi, əvəzedici heyətə göndərilməsi orada belə deyək, Kevin Meydanı demək olar ki, tək qoyub. Düzdür, Bədavi Hüseynov var, Dani Bolt arada mərkəzdə oynayır, amma bütün bunlarla yanaşı əsas müdafiəçi kimi hal-hazırda Kevin Medina'dır və onun da kifayət qədərsində yaşı var və Kevin Medina da 2027-ci ilin yayına qədər Qarabağla müqaviləsi var, amma artıq onun 3 təklifi var və o bu təkliflərin olduğunu Qarabağ rəhbərliyinə çatdırıb. Düzdür, Qarabağdan ayrılacağı, yoxsa ayrılmayacağına bağlı hər hansı bir söhbət olmayıb, amma aldığımız məlumata görə o bildirib ki, bəli, ona Avropadan bir, Səudi Ərəbistandan bir və Türkiyədən bir komanda təklif göndərib və təklifləri yayda dəyərləndirmək istəyir. Təbii ki, Qarabağ komandasının düşərgəsində çox saylı ayrılıqlar olacaq yayda. Bu arada Qurban Qurbanov da rəhbərliyə bildirib ki, komandadan 6-7 futbolçunun ayrılacağı gözlənilir. Bəzi futbolçuları Qarabağ özü yola salacaq ki, artıq bunlardan bir neçəsi dəqiqləşib, Sami İmaminin məsələsini demək olar. Digər tərəfdən ən azı bu sayda futbolçu transfer etmək istədiyini rəhbərliyə bildirib, amma məncə 6-7 futbolçu yola salıb, 6-7 futbolçu transfer etsələr dəyişən bir şey olmayacaq, komanda çox zəifləyəcək, daha çox transfer etmək lazımdır və daha güclü futbolçular transfer etmək lazımdır. Çünki artıq neçə vaxtdır ki, Qarabağ satır, amma alıb yerini doldurmur. Ona görə də heyət kasadlaşıb kifayət qədər. Dəyərli dostlar, bu arada Qarabağın yola salacağı futbolçulardan biri də Ramil Şeydayevdir. Onun performansı Qurban Qurbanovun xoşuna gəlmir və futbolçu da görünür ki, çalışmır əsas heyətə düşməkdə. Ona görə də onunla müqavilə uzadılmayacaq. Ramil Şeydayev də Qarabağı tərk edənlər siyahısında olacaq, dəyərli dostlar. Onu da sizin nəzərinizə çatdırım. Belə ki, Ramil Şeydayev Qarabağı tərk etsə də ölkəni tərk etməyəcək, çox güman ki. Aldığımız məlumata görə hal-hazırda 2-ci liqada çıxış edən Şəfa komandası onun xidmətinə maraqlıdır. Şəfa komandası əsas liqaya yüksələcək əsas namizədlərdən biri və yaxud birincisidir və onlar Premyer Liqasının heyət qurmağa çalışırlar və Ramil Şeydayevi öz düşərgələrində görmək istəyirlər. 30 yaşlı hücumçu hər halda Şəfaya keçəcək. Gözləyək görək nə baş verir. Hər halda Qarabağdan ayrılacağı real variantlar arasındadır. Dəyərli dostlar, onu da sizin nəzərinizə çatdırım. Abdullazubir barəsində məlumat vermişdik, dəyərli dostlar. Sizə Abdullazubir hansı ki Qətərin Əl-Şahanə klubuna keçməsi ilə bağlı, keçə biləcəyinə bağlı xəbərlər vermişdik. Qeyd edim ki, bu xəbər nə vaxt dəqiqləşəcək? Abdullazubir Əl-Şahanəyə keçəcək, yoxsa yox? Bu xəbər deməli
dəqiqləşəcək dəyərli dostlar ayın 28-də. Bu ayın 28-də məlum olacaq ki, Ərşahaniyyə liqada qala bilir, yoxsa qala bilmir, yoxsa aşağı liqaya düşür və ondan sonra Zubir qərarını verəcək və həmin gün Ərşahaniyyə komandasının menecerləri ilə Abdullah Zubirin menecerləri arasında görüş olacaq və son qərar veriləcək. Qeyd edim ki, Ərşahaniyyə komandası Abdullah Zubiri o şərt daxilində transfer edəcək ki, o əsas liqada qala bilsinlər, yəni Qətər əsas liqasında qala bilsinlər və Abdullah Zubir illik 1,5 milyon avro maaş alacaq əgər bu keçid baş tutsa. Amma çox güman ki, bu keçid baş tutmayacaq. Ona görə də həmin tarixi gözləyək. Ayın 28-i mən sizə bu xəbərin dəqiqliyi ilə çatdıracağım dəyərli dostlar. Bu yaxınlarda Qarabağla Sabah yenə 2 dəfə qarşı-qarşıya gələcəklər dəyərli dostlar və çox çətin bir çempionat matçı, həll edici oyun olacaq deyə düşünürəm. Qarabağ komandası qələbə qazanarsa xal fərqini deməli endirəcək 7-yə, daha sonra Neftçini də bir də məğlub edəcək 4 xala endirə bilər xal fərqini. Amma Sabah komandası qalib gələrsə xal fərqi 13-ə yüksələcək və bu isə artıq Sabah komandasının demək olar ki, çempionluğunu rəsmiləşdirəcək. Çox çətin oyun gözləyir. Bu görüşdə kimin taktikası daha güclü olacaqsa o da qalib gələcək. Məncə Qarabağ komandası bu dəfə artıq qalib gələ biləcək deyə düşünürəm. Çünki bu mövsüm nə kubok oyunlarında, nə Premyer Liqa oyunlarında Qarabağ Sabahı məğlub edə bilməyib. Artıq belə deyək, bu oyun Qarabağ üçün daha çox əhəmiyyət kəsb edir baxımından. Deyirəm ki, Qarabağ komandası qalib gələ bilər. Bu arada bu oyunu çoxsaylı izləyicilərin, azərkeşən izləyiciləri gözlənilir. Sabah komandası da əsas diqqəti təbii ki, verməlidir indi kubok oyununda cavab qarşılaşmasına, hansı ki, Sabahın meydanında o qarşılaşma başlayacaq və qeyd edim ki, çempionatdakı oyun ayın 18-də başlayacaq, amma kubokdakı oyun 22-sində, yəni 18-də və 22-sində ard-arda qarşı-qarşıya gələcək Sabah və Qarabağ komandası. Və Sabahın meydanında keçiriləcək kubok oyununa artıq 3000-dən yuxarı bilet satılıb. Qeyd edim ki, Masazırda yerləşən Bank Respublika Arenada cəmi 8700 tamaşaçı tutumu mövcuddur hal-hazırda. Onun da artıq 3000 bileti satılıb. İlk oyun bir daha qeyd edirəm, 2-2 hesabı ilə yekunlaşıb. Cavab qarşılaşmasında qalib gələn tərəf Azərbaycan kubokunda finala yüksələcək. Və belə, dəyərli dostlar, davam edək xəbərlərimizə. Siz də bu arada fikirlərinizi yazın. Sizcə Azərbaycan kubokunda finala kim yüksələcək? Sabah yoxsa Qarabağ? Və Azərbaycan Premyer Liqasında başlayacaq, ayın 18-də başlayacaq oyunda kim qalib gələcək? Qarabağ yoxsa Sabah? Bu barədə fikirləriniz mənim üçün də maraqlıdır. Bu arada dünən bildiyiniz kimi Çempionlar Liqasının yarımfinalçıları artıq bəlli oldu. Hansı ki, bilmirəm necə bunu ifadə edim. İspan nəhəngləri Barcelona və Real Madridə qarşı böyük haqsızlıqlar gördüm. Hər iki oyunda İspanlara qarşı hakim qərəzliliyi var idi açıq-aşkar və beləliklə Barcelona və Real Madrid Çempionlar Liqasından kənarda qaldı və bir çox azarkeşlər isə artıq Çempionlar Liqası öz marağını itirdi. Arda Güler dünən 2 qol vurdu, amma bu onun komandasının qalib olmasına kifayət eləmədi. Belə ki, Çempionlar Liqasında yarımfinala PSG, Bayern Münhen, Atletico Madrid, Arsenal komandaları yüksəldi. Çempionlar Liqasında yarımfinalların ilk oyunları deməli 28-29 aprel tarixində saat 23:00-da keçiriləcək. 28-də PSG Bavariya, 29-da Atletico Madrid, Arsenal qarşılaşmaları başlayacaq. Bu oyunların cavab görüşləri 5-6 may tarixində başlayacaq. Arsenal Atletico Madrid matçı 5 may tarixində və Bavariya PSG matçı isə 6 may tarixində saat 23:00-da baş tutacaq. Və sizcə bu 4 komandadan hansı Çempionlar Liqasının qalibi olacaq? Hal-hazırda İngiltərə təmsilçisi Arsenal komandası məhz turnirin favoriti kimi göstərilir. Siz nə düşünürsünüz? Arsenal tarixində ilk dəfə Çempionlar Liqasını qazana biləcəkmi? Və bu arada Arsenalın baş məşqçisi Arteta da bildirib ki, klubun 140 illik tarixi boyunca edə bilmədiyini etmək istəyirik. Yəni Çempionlar Liqasını
qazanmaq istəyirik. Düzdür, Sportingi çox çətinliklə keçdilər. Səfərdə 1-0 hesabı ilə qələbə qazanmışlar. Öz meydanlarında 0-0'lıq bərabərlik. Amma növbəti mərhələdə onların hələ də şansı gətirir. Barcelona növbəti mərhələyə çıxa bilmədi. Bəlkə də hakiminin qərəzli qərarları səbəbindən. Atletico Madrid növbəti mərhələdədir. Arsenal Atletico Madridi keçə bilərmi? Şansları var. Finalda amma ya Bavariya ya PSG olacaq ki, o da Arsenalın mən əslində oyun baxımından, məsələn PSG ilə final oynasa PSG-nin qalib gələcəyini düşünürəm, amma düşünürəm ki, bu mövsüm Arsenala sanki yol açırlar. Həm rəqiblər baxımından bunu gördük, həm bir çox güclü rəqiblərin qarşısının kəsilib daha zəif rəqiblərin Arsenalın qarşısına çıxarılması məsələsi. Püşkatmada da nəsə elə bir əmmalar var. Yəni öz fikirlərimi deyirəm. Amma mənə elə gəlir ki, Arsenal üçün bir yol açılır burada. Bilmirəm, çempion edəcəklərmi Arsenalı yoxsa yox. Yəni etməsələr, Arsenalı çempion etməsələr, belə deyək, əsl oyunla məncə PSG və ya Bavariya daha güclü komandadır. Yəni finala hansı çıxsa onlar o qalib gələcək. Və bugün Avropa Liqasında növbəti oyunlar keçirilir, dəyərli dostlar. Hansı ki, artıq Avropa Liqasında da bugün yarım finalçılar bəlli olacaq. Və hansı qarşılaşmalar baş tutur? 4-1 finalcı oyunlardır. Celta Freiburg oyunu başlayacaq saat 20:45-də. İlk oyun 0-3 hesabı ilə Freiburgun qələbəsi ilə başa çatıb. Aston Villa səfərdə Boloniyanı 3-1 hesabı ilə məğlub eləmişdi. İndi öz evində saat 23:00-da Boloniyanı qonaq edəcək. İngiltəranın digər təmsilçisi Nottingham Forest Porto səfərindən 1-1'lik bərabərliklə geri dönmüşdüsə, indi evində qələbə qazanmalı ki, növbəti mərhələyə keçsin. Betis də səfərdən 1-1'lik bərabərliklə geri dönmüşdü və bugün saat 23:00-da Braqanı öz meydanında qonaq edəcək. Siz nə düşünürsünüz bu oyunlar haqqında? Fikirlərinizi yazın. Və Konferans Liqasından da bugün qarşılaşmalar var. Konferans Liqasının da yarım finalçıları bugün bəlli olacaq. Belə ki, Alkmaar öz meydanında Şaxtyorda qonaq edəcək ki, Şaxtyor ilk oyunda 3-0 hesabı ilə qələbə qazanıb. Fiorentina öz meydanında Crystal Palace qonaq edəcək və İngiltərədə 3-0 hesabı ilə uduzmuşdular. AEK eyni hesabla Rayo Vallecano'ya uduzmuşdu. Səfərdə indi öz meydanında Rayo Vallecano'ya qonaq edir. Fransanın Strasbourg komandası Almaniyanın Mainz komandası ilə qarşı-qarşıya gələcək. İlk oyun 0-2 hesabı ilə başa çatmışdı Mainz'ın qələbəsi ilə, dəyərli dostlar. Və sizcə Avropa Liqasının, Konferans Liqasının və Çempionlar Liqasının qalibi kim olacaq? Bu barədə fikirlərinizi yazın. Bugün televiziyada canlı yayımlanacaq oyunları da sizin nəzərinizə çatdırım. Deməli, Avrokuboklarda başlayacaq oyunların bir sıra oyunlar televiziyalar vasitəsilə canlı yayımlanacaq. CBC Sport kanalı 20:45-də Celta Freiburg, 23:00-da isə Betis Praga görüşünü canlı yayımlanacaq. Nottingham Forest Porto görüşünü isə İctimai Televiziya 23:00-dan etibarən canlı yayımda sizlərə təqdim edəcək, dəyərli dostlar. Və son bir xəbər də sizin nəzərinizə çatdırım. Bilirsiniz, Dünya Çempionatı Amerikada keçirilir. İran millisi Amerikada keçiriləcək Dünya Çempionatında iştirak edəcəkmi sualı qaranlıq olaraq qalırdı bu sualın cavabı. Çünki əgər İran millisi getməsə, o zaman Səudi Ərəbistan və yaxud İtaliya millisinin şansı yaranacaqdı Dünya Çempionatında iştirak etmək üçün. Amma İran millisi Dünya Çempionatında iştirak edəcək. Qeyd edim ki, qrup mərhələsindəki bütün oyunları Amerikada keçiriləcək, düşmən ölkədə. Amma onlar istəmişlər ki, oyunlar Meksikada keçirilsin, İran millisinin oyunları, amma FIFA üzründən bu təklifi qəbul etməmişdir. Yəni, İran millisi Dünya Çempionatında iştirak edəcək və oyunlar Amerikada keçiriləcək. Hər halda öz vətənlərini təmsil edirlər və ona görə də öz ölkələri üçün mübarizə aparmağa çalışacaqlar. Hər halda kağız üzərində də olsa belə yazılır, idman siyasətdən ayrıdır. Dəyərli izləyicilər, indi bu sizə çatdıracağım sonuncu xəbərdir. Düşünürəm ki, sizin üçün də maraqlı xəbərlər oldu. Əgər maraqlı xəbərlər olursa, zəhmətimizi dəyərləndirmək üçün videonu bəyənin və şərhlər bölümündə fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutun. Ekranda gördüyünüz videolardan birini izləməyi tövsiyə edirəm. Daha maraqlı video ilə qarşınıza
gələcəyimə söz verirəm. İnşallah görüşərik. Hələlik.